Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi sosial kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sayəsində onlayn platformada idarə etmək üçün metod və alqoritmlərin işlənməsi qrant layihələrinin çərçivəsində 2025-ci ilin 1-ci rübü üzrə nəzərdə tutulmuş işlərin icra vəziyyətinin monitorinqinə olmuş seminar keçirilib. AMİA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək qrant layihələrinin institutun əsas fəaliyyətinin istiqamətlərindən biri olduğunu qeyd edib. Alim elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından qrant layihələrdə fəal iştirakın vacibliyindən danışıb. Akademik Rasim Əliquliyev iclasın keçirilməsində əsas məqsədin qrant layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nəticələrlə tanış olmaq, onları qiymətləndirmək və qarşıda duran yeni vəzifələri müəyyənləşdirməkdən ibarət olduğunu bildirib. Sonra hər iki qrant layihəsinin icraçıları cari ilin 1-ci rübü ərzində yerinə yetirilmiş işlər və alınmış nəticələr haqqında seminar iştirakçılarına hesabat verib. İcraçılar qarşıya qoyulan məsələlər, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqat mövzuları barədə ətraflı məlumat veriblər. Hesabatlarla bağlı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Sonda akademik Rasim Əliquliyev hər iki qrant layihəsi çərçivəsində aktual problemlərlə bağlı aparılan tədqiqatların elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib. Sümbül Zalova, Şahin Rəsulov, Ceyhun Şahverdiyev, Info TV.